Bakı Avrasiya Universiteti və Ülkəli Psixologiya Mərkəzinin birgə təşəbbüsü ilə xərçəng xəstəliyinə həsr olunmuş "Biz Birlikdə Güclüyük" adlı maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi gənclər arasında onkoloji xəstəliklər barədə məlumatlılığı artırmaq və sağlam həyat tərzini təbliğ etmək olub. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Açılış nitqində Bakı Avrasiya Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Dosent Sevda Rızayeva belə layihələrin gənclərin sosial məsuliyyətinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb. Ülkəli Psixologiya Mərkəzinin rəhbəri Jalə Mirsab və deputat Aydın Mirzəzadə sağlam həyat tərzinin təşviqi və maarifləndirilmənin vacibliyindən danışıblar. Nərimanov Tibb Mərkəzinin fizioterapevti Asimə Ziyadxan qızı, akademik Yaşar İbadov, əməkdar müəllim Zülfiyə Əliyeva və psixoloq Yeganə Cəfərova mövzunu tibbi, sosial və psixoloji aspektlərdən təqdim ediblər. Tədbir interaktiv müzakirələrlə davam edib.